üstünlüğünü de sübut etti. Abdüllatif Məhəmmədov qırmızı lentlə döyüşür. Açıq qəhvəyi kəmər. Xəyyam Həsənov isə yaşıl kəmərlə mübarizə aparırdı. İndi fənd tətbiq eləməyə cəhd edir, lakin bu fənd alınmadı. Yıxılaraq ayaqla zərbə. Abdüllatif Məhəmmədov şimdi hücuma başlayır. Daha çox əl zərbələrinə üstünlük verir. Xəyyam Həsənov isə rəqibinin bu zərbələrinə davam gətirir və yenə də Uşur fəndini tətbiq eləməyə çalışır. Uşur, Uramavaşı, bütün bu fəndlər Kyokushinkai təlimində ən effektli fəndlər hesab olunur və indi Abdüllatif Məhəmmədov qüvvətli zərbələr hesabına rəqibini tatamidən kənara çıxarır və hakim görüşü dayandırır. Mübarizə davam etdirilir. Yenidən Məhəmmədov hücumdadır. Rusiya karateçisi qüvvətli zərbələrlə rəqibini yıxır və hakimlərin dördü də artıq bu məqamda qalibi elan edirlər. Və İppon elan olunur. Abdüllatif Məhəmmədov finala çıxır. Beləliklə finalda Rusiya və Azərbaycan karateçiləri qarşılaşacaqlar. Sokrat Süleymanov və Abdüllatif Məhəmmədov. Xəyyam Həsənov və Murad Tahirov isə yarışları 3-cü yerdə başa vuracaqlar. Bu, bir qədər əvvəlki fragmentin təkrarıdır. Abdüllatif Məhəmmədov əsasən əl zərbələri ilə T-Vaza texnikası hesabına qalib gəldi və bu zərbələr onda həqiqətən də çox qüvvətli, təsirli alınırdı. Və qeyd eləmək lazımdır ki, Məhəmməd Abdüllatifov birinci mərhələdə B qrupunda Elbrus Məmmədovla görüşdə də bax elə bu üslubda qələbə qazanmışdı. İdmançı ayaq fəndlərinə çox nadir hallarda yol verir və əsasən əl zərbələri ilə qalib gəlməyə səy göstərir.